Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina və alə alihi və səhbihi ecmaîn. Risaləyə davam edirik. Ramazanda tövhidin təzahürü. Şeyx Muhammed Salih Allah'ın kitabıdır. Və Şeyx keçən dəfə dedik ki, müqəddimə ilə başladı. 11 dənə tövhidin fəzilətindən danışdı. Mövzuya keçməmişdən öncə tövhidin fəzilətindən danışdı. Və 11 dənə də qısa təkrarlasaq, birincisi oydu ki, tövhid dünya və axirətdə bütün sıxıntıları quldan aradan qaldırır. Əbədi cəhənnəmdə qalmır. İkincisi, əbədi cəhənnəmdə qalmır. Üçüncüsü, qəlbində xardal dənəsi qədər olan tövhid olan insan cəhənnəmə ümumiyyətlə düşmür. Dördüncüsü, hidayəti kamil şəkildə olur və dünya və axirətdə əmin-amanlıqda olur. 5. Allahın razılığına və Peyğəmbər sallallahu aleyhi ve sellemin şəfaətinə nail olur. Altıncısı, bütün zahirdə və batında olan əməllər onunla qəbul olur, yəni tövhidlə. Və savablar da onunla tərtib olunur. Yeddincisi, bütün xeyir işlər qul üçün asanlaşır, müsibətlər ona rahat gəlir və itaətlər yüngülləşir onun üçün. 8-ci, kimin qəlbində tövhid olarsa, Allah onu sevər, qəlbini bəzəyər və həmin insanın qəlbinə küfrü, fasiqliyi, bütün asilikləri icra etdirər. 9-cu, qulun başına gələn ağırlı əzablara qarşı səbirli olar və onları yüngül qarşılayır. Və onlara geniş qəlbli ilə, mutmain və təslim olmuş nəfslə Allahın razılığını qazanaraq qarşılayır. 10-cusu, bütün məxluqlardan məxluqlara qul olmaqdan və onlara bağlanmaqdan, onlardan qorxmaqdan, onlara ümid bəsləməkdən, onlar üçün əməl etməkdən azadlığa çıxar. Və bu da şeyx qeyd elədi ki, həqiqi izzət və uca şərəfdir. 11-ci də sonuncu, tövhid insanın qəlbində əgər olarsa, onun kiçik əməlləri çox olar, Allah Subhanahu üçün artırar və tərəzidə də ağır gəlir. Hətta bütün Allahın yaratdığı bütün məxluqlar tərəzinin bir gözünə və la illallah, yəni tövhid kəlməsi bir gözünə qoyulsa, tövhid kəlməsi ağır gəlir. Və sonra şeyx davam edir, bu dediklərinin bəzilərinə şərh verir, ümumi olaraq. Mütləq olaraq yəni hamısından danışmır, bəzi işarələr edir. Şeyx buyurur ki, tövhidin dində əzəmətli yeri var. Və bununla da Quran sünnədə bir çox dəlillərlə zikr olunur. Və həmçinin tövhid Allahın qula fitri olaraq verdiyi bir şeydir. Fitri nədir? Yəni ki, məxluqatın əsli. Əsil insan necə yaradılıbsa, onun əslində necə qaş, göz, qulaq olursa, tövhid də olur. Allah Subhanahu qulu elə yaratır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər kəs fitrət üzərində doğulur. Fitrət üzərində doğulur və onu valideynləri ya Yahudi eləyir, ya Nəsrani eləyir, ya da Məcus eləyir. Və Uca Allah da ayədə buyurur ki, sən üzünü hənif dinə çevir, o din ki, Allahın qullara fitrət etdiyidir. Yəni, burada fitrət dedikdə Allah Subhanahu onu qəsd edir ki, İslam dinidir. Yəni, insanlar İslam dinində doğulur. Dəlil bu hədisdə, həmçində şeyx buyurur ki, Peyğəmbər s.ə.v diqqət eləsəz, demədi ki, valideynləri onları müsəlman edir. Çünki artıq onlar müsəlman kimi doğulurlar. Və müsəlman olmaq da, İslam dinində olmaq fitrətdəndir. Və İslam dininin tərifi də, alimlər bir çox təriflər versələr də, ən çox bu tərifin üzərində dayanırlar ki, İslam Allaha tövhidlə təslim olmaq, itaətlə boyun əymək, şirk və şirk əhlindən uzaq olmaq. Yəni, İslamın tərifi odur. Və sonra şeyx davam edir ki, Allah Subhanahu taalanın qullardan ilk götürdüyü əhd, tövhid. Yəni, Adəm əleyhissalamın belindən bütün yaradılanları çıxardır və onlardan əhd alır ki, mən sizin Rəbbinizəmmi, onlar da onu təsdiq edir. Və Allah Subhanahu taala qullarından 2 dəfə əhd alır. Bir bundan, ikinci də bayaq zikr etdiyimiz fitrətlə. Sadəcə insanlar unutduğuna görə Peyğəmbərlər
o əhdləri təkrarlamaq üçün gəliblər. Həmçinin bu dəlildir ki, cahillik üzrədir. İnsanlar unudublar. Hətta fitrət üzərində yaradılışlarını belə unudublar və peyğəmbərlər o iki əhdi xatırlatmaq üçün gəliblər insanlar. Və sonra tövhid, yəni İslamın ən birinci rükünüdür. Necə bilirik, İslamın 5 rükünü var. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, İslam 5 şey üzərində qurulur, bina edilir. Birincisi, əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammedən Rasulullah şəhadət deyib. İkincisi, namaz qılmaq. 3, zəkat vermək. 4, həccə getmək. 5, Ramazan orucunu tutmaq. Və burada da ən birincidir tövhid kəlməsi. Və qul bu tövhid kəlməsini deməklə İslam'a girir. Və həmçinin də imanın birinci rükünü. İmanın neçə rükünü var? 6. Allaha iman, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, qəza qədərin, xeyir və şərin Allahdan olmasına. Ən birinci imanda da ən birinci rükün, yenə İslamda olduğu üçün imanda da ən birinci rükün Allaha iman, yəni tövhiddir. Allaha iman da özündə 4 şeyə əhatə edir. Birinci, Allahın varlığına iman. İkinci, Allahın rububiyyətinə. 3, uluhiyyətinə. 4, ad və sifətlərinə iman getirməkdir. Və həmçinin qula əmr olunan ən birinci vacibdir tövhid. Ki, Allahı təkləşdirsin. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrini başqa qövmləri dəvət etmək üçün göndərəndə onları tövhidə çağırmasına əmr edir. Necə ki, İbn Abbas radiyallahu anh hədisində gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Muazı Yəmənə göndərəndə deyir ki, onlara ən birinci çağıracağın şey La ilahə illallah şəhadət olsun. Və yaxud da başqa bir hədisdə Allahı təkləşdirmək olsun. Yəni, onları birinci tövhidə çağırır. Və həmçinin rəsulların da dəvəti belə başlayardı ki, onlar öz qövmlərinə deyərdilər ki, "Abudullah mə ləkum min ilahin qeyr." Allah'a ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Rəsulların ən birinci dəvəti tövhid. Və həmçinin də Quran-ı Kərimdə ilk nazil olan ayə yox. Sadəcə Quranı oxuduqda ən birinci əmr insanın qabağına çıxan Allah tərəfindən qullara gələn əmr tövhiddir. Necə ki, Bəqərə surəsində 21-ci ayədə Allah Subhanahu buyurur ki: "Ya eyyuhan-nas u'budu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum la'allakum tettaqun." Yəni, Rəbbiniz, ey insanlar, sizi və sizdən öncəkiləri yaratmış olan Rəbbinizə ibadət edin. Bu əmr. Yəni, Allaha ibadət etmək də tövhiddir. Yəni, Allah Subhanahu ən birinci Quranda da, qiraətdə oxuduqda əmr qarşımıza çıxan tövhiddir. Həmçinin tövhidi olan şəxs günahları bağışlanar. Allah Subhanahu onun günahlarını silər. Necə qüdsi hədisdə Uca Allah buyurur ki, ey Adəm oğlu, əgər deyirsən, yer dolusu günahla mənim üstümə gəlsən, təsəvvür edin, yer dolusu günah bizim yaşadığımız şəhər ölkə yox. Bütün yeri. O qədər insan və burada da qəsd yer dolusu günahla gəlsən, yəni tövbə eləmədən gəlsən. Yer dolusu günahla mənə qarşı gəlsən və sonra mənə heç bir şey şərik qoşmasan, mən də bir o qədər məğfirətlə sənə qarşı gələm. Yəni, səni bağışlayarım. Və bu da tövhidin fəzilətinə dəlalət edir. Və günahkar, asi tövbə etmədən ölsə, necə şeyx buyurur, insan günah edib və tövbə eləmədən ölübsə, qiyamət günü Allahın istəyi altındadır. Allah istəsə onu bağışlayar, əfv edər, istəsə əzab edər, əzab etsə də əbədi cəhənnəmdə qalmaz. Niyə görə? Çünki onda tövhid var. Yəni, insan təsəvvür elə tövbə eləmədən ölür, boynunda o qədər günahlar. Allahın istəyi altında elədir. Allah istəsə onu bağışlayacaq, istəsə bağışlamayıb, əzab eləyəcək, əzab eləsə cəhənnəmdə saxlamayacaq əbədi, çıxardacaq. Tövhidin fəzilətinidir. Və həmçinin qulun həyatında baş verən zəifliklər, başına gələn bəlalar, fitnələr, şək yoxdur ki, tövhidin zəifliyindən olur. Və o da Allahın əmr və qadağalarında səhlənkar yanaşmasına görə olur. Qul bununla özünü zülm edir. Yəni, tövhidi öyrənməməklə, tövhiddə naqislik eləməklə özünü zülm edir. Həmçində zülmün təfsiri Quran-ı Kərimdə gəlmişdir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özü ayə ilə ayəni təfsir etmişdir. Allah buyurur ki, "Əlləzīnə əmənu və ləm yəlbisu imanəhum bizulmin ulaikə ləhumul əmnu və hum muhtedun." İman gətirdikdən sonra özlərinə zülm etməyənlər
Onlar əmin-amanlıqdadır və onlar doğru yolda olanlar. Sahabələr bu ayənin təfsiri barəsində, yəni zülm sözünün təfsiri barəsində soruşduqda Peyğəmbər sallallahu əleyhi və səlləm ki, oradakı zülm şirk, yəni nəfsinə şirk etməyəndir, yəni Allaha şərik qoşmayandır. Və onu da Peyğəmbər sallallahu əleyhi və səlləm Loğman surəsindəki ayə ilə şərh edir ki, İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk əzəmətli zülmdür. Və beləcə qula əmin-amanlıq neməti verilir. Yəni tövhid olduqda hidayət neməti və o Allahı ibadətdə təkləşdirməklə Allahın razılığına, necə ki əvvəldə şeyx qeyd elədiyi 11 dənə içində vardı, həmçində Peyğəmbər sallallahu əleyhi və səlləmin şəfaətinə nail olur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, qiyamət günü mənim şəfaətimə nail olacaq ən xoşbəxt insanlar sadiq qəlblə, yəni ixlaslı şəkildə la ilahə illallah deyənlər. Yəni təkcə bir tövhidi yaşamaq, insanın tövhidi əməl eləməsi Peyğəmbər sallallahu əleyhi və səlləmin şəfaətinə nail edir. Və həmçinin əməllər insandan yalnız tövhidlə qəbul olunur. Allahı təkləşdirmirsə o ibadətlərində, sözlərində, əməllərində, ondan əməllər qəbul olunmur. Necə ki, müşrik və yaxud da kafir, onun heç biri əməli qəbul olunmur. Bu dünyada ola bilər Allah onun qarşılığını versin, amma axirətdə onun heç bir payı yox. Və şeyx deyir ki, mümkün deyil ki, Allaha tabi olan mömin qul tövhiddən ayrı düşsün. Yəni, hər hansısa bir etdiyi əməldə tövhiddən ayrı düşsün. Ola bilər onu darsın hər hansısa bir. Tövhiddən ayrı düşsün nədir? Yəni, insan, məsələn, oruç durur, yeməyi, içməyi tərk edir və şəhvani şeyləri tərk edir. Amma qeyri şeylər də var. Məsələn, qul yadına düşür ki, Allah onu eşidir və qeybət eləmir. Və onunla o ibadət edir. Bu artıq tövhid. Yaxud da görür ki, Allah onu görür, yalan danışmır. Allahın ad sifətlərini artıq ibadət edir. Tövhid Allaha ibadət edir. Nəinki orucunda. Və həmçinin o, Allahı təkləşdirdikdə Allaha olan şərikləri ondan uzaq edir. Və tövhidin vacib tamamlanması şeylərini də yerinə yetirir və müstəhəb tamamlanması olan şeylər də yerinə yetirir. Tövhidin vacib tamamlanması olan şeylər nədir? Dinin bütün əmr və qadağaları. Hamısı tövhidin tamamlamaq üçün. Müstəhəblər də nədir? Peyğəmbər s.ə.v-in sünnəsi. Yəni, sünnələr və məkruhlardan çəkinmək. Bu da müstəhəbləri tamamlamaq. Bunlar hər biri tövhid tamamlamaq üçün. Və qul deyir, bu əmri hiss etdikdə artıq əməllərini yalnız tövhid eləməyə başlayır. Allahı təkləşdirməklə. Və Allaha itaətdə də Allahı təkləşdirməklə edir. Adət kimi eləmir. Və Allahın əmrlərinə və Peyğəmbər sallallahu əleyhi və səlləmin də sünnəsinə tabe olur. Və həmçinin də tövhidi öyrənən qula rahatçılıq gəlməsin ki, Allah məni bağışlayır. Nə qədər günah eləsəm də bağışlayıcı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr üçün belə ən çox qorxduğu şeylərdən idi şirk, tövhidin əksi. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Sizin üçün bir Məsih dəccəldən sonra ən çox qorxduğum şey kiçik şirkdir. Hətta kiçik şirkdən belə qorxur. Hoş qaldı böyüyündən. Baxmayaraq ki, kiçik şirk ən böyük günahdan da böyük. Adı kiçik olsa da. Və ona görə şirki də öyrənmək lazımdır. Tövhidlə yanaşı şirki də öyrənmək lazımdır. Tövhidin 3 qismi var. Rububiyyət, uluhiyyət, ad və sifət. Şirk də üçündə də olur. Rububiyyətdə şirk olur və rububiyyətdə şirk də bölünür 2 yerə. İnkar etmək şirki, məsələn, Firon kimi. Firon Allahı inkar edir. Yaxud da fəlsəfəçilər kimi, ateistlər kimi. İkincisi isə inkar etmədən Allahın sifətlərini öz ilahlarına verməsi. Nəsrani və Yəhudilər kimi. İkincisi, uluhiyyətdə olan şirk. Daha doğrusu, ad və sifətlərdə olan şirkdir. Bu da Allaha bənzətməkdir məxluqa. Allahda olan ad və sifətləri müşriklərin öz ilahlarına verməsi və yaxud da özlərini İslama nisbət edən, qəbri ibadət edənlərin öz şeyxlərinə Allahın sifətlərindən verməsi. Bu da ad və sifətlərdə olan şirk. Üçüncüsü isə uluhiyyətdə olan şirkdir. Uluhiyyətdə olan şirkdə məşhur bildiyimiz 2 yerə bölünəndir. Böyük şirk və kiçik şirk. Bu qədər. Sallallahu aleyhi və səlləm.